Kitabın ictimaiyyəti təqdim olunması tədbirində çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi ki, cəmiyyətin hüquq mədəniyyətinin möhkəmləndirilməsinə və gələcək nəsil hüquqşünasların yetişdirilməsinə töhfə verəcək bir nəşrə dəstək göstərməkdən məmnunuq. Bu elə bir nəşrdir ki, bütün hüquq icmasına dəstək ola biləcək bilik və təcrübəni özündə birləşdirir. Ondan həm tələbələr, həm də bu sahədə çalışan mütəxəssislər və müəllimlər öz gündəlik fəaliyyətlərində faydalanacaq. İnanırıq ki, bu kitabı universitetlərə və hüquq institutlarına təqdim etməklə çox əhəmiyyətli bir bilik bazasını bütün müvafiq auditoriyalar üçün əlçatan etmiş oluruq. Ümidvarıq ki, bu nəşr hüquq sahəsində çalışan hər bir kəs üçün dəyərli istinad mənbəyi olacaq. Vəkillər Kollegiyası Riyasət Heyətinin sədri və Vəkillik Fəaliyyəti kitabının həm müəllifi Anar Bağırov çıxış edərək qonaqları salamlayıb, nəşrin hazırlanma məqsədi, strukturu və praktiki əhəmiyyəti barədə ətraflı məlumat verib. Sədr bildirib ki, sözügedən dərslik Vəkillik İnstitutunun normativ hüquqi bazasını, peşə fəaliyyətinin əsas prinsiplərini və müasir çağırışlarını sistemli şəkildə əhatə edir və bu sahədə elmi-praktiki boşluğun doldurulmasına xidmət göstərir.